13 yaşlı qız haqqında olan çıxışların heç biri ürəyimcə olmadığından bu videoda mən danışmalıyam deyib videonu başladıram. Qız uşağı təsəvvür eləyin. Bir yanda parlaq gələcək arzusu, öz ayağı üstündə dura bilmək istəyi. Bir yanda isə Əzrail kimi başının üstünü kəsmiş, öz övladına mən də onun yaxşılığını istəyirəm də şüarı altında düşmən kəsilmiş ailə forması. Bəli, bunu forma adlandıracağam çünki belə dırnaq arası ailələr özləri ailə olmağı bacarıblar ki, güya öz övladlarına da ailə olmağı öyrədəcək potensiala sahib olsunlar. Çox böyük ümid eləyirəm ki, bu video sözü özündə olan adekvat insanların yox, boş təfəkkürlərin, cahil beyinlərin qarşısına çıxar. Bəlkə onda bu videodakı bir-iki söz onların da qulağına kar eləyər. Bu da bu ölkədə görünüb. Hər şey hələ 13 yaşı var, onsuz nişanlamışıq, 18-də evləndirəcəyik. Sanki 18 yaş çox normal imiş və belə də olmalıymış kimi. Ümumiyyətlə, bu nə ifadədir? 18 yaş oldu, böyüdü bu uşaq. Uşağınızın başından keçibsiz ya nədir? Hələ qarşı tərəfi demirəm. Utanmırsınız o qız uşağını gətirib, gəlinci ilə oynamalı olduğu yaşda ona gəlin damğası vurub, hələ bir ləkələməyi də saxlaya bilməyəcəksinizsə bu uşağı dünyaya gətirib, ona həyatı zindan etməyin nə mənası var? Necə gələ bilir öz uşağınızı əllərinizlə oda atmağa? Siz arsız qız evinə gəlib, onu oğluna istəməyə üzü olan, böyük hesab edilənləri düşünmək istəmirəm. Belə böyükləri olan gələcək öz ölkəsinə hansı dəyərləri qata bilər? Gələcək bizlərin içindən qaynamalıdır. Ətrafımızda 5-10 nəfər inkişaf edən uşağı görmüşük. Elə bilirik ki, ölkə inkişaf eləyir. Amma ölkənin əksəriyyəti boş təfəkkürə sahib olan canlılar və belə canlıların ehtiram göstərdiyi böyükləri. Bəlkə də məcbur, bəlkə də şuur altına qazınmış o bilinclə. Deyə bilmərəm, amma elə gəncliyə demək istəyirəm ki, sən susma, sən danış, sən öz gücünü göstər. Bəlkə də onda biz gənclərin sayəsində onlara qarşı gəlmək olar. Çünki bir dənə gözəl deyim var. El bir olsa dağ oynadar yerindən.